görünür ki, ən uzun zəncir, bax bu hissələrdən, bax bu hissəni dairəyə alım, sizə tam rahat, aydın olsun. Bax bura. Bax belə bir ən uzun zəncirdir. Sağdan baxın, sağdan baxanda 1, bax 1, 2 bura düşür. Soldan baxın 1, 2, 3-ə düşür. Deməli, yaxın tərəf hara olacaqdır? Sağ. 1. Başqa rəng götürək. 1, 2, 3, 4, 5, 6, 7. Bu metil radikaldır. İstəyirsiniz yanına yazın, yaddan çıxmasın. Metil. Bir dənə karbon var. Bunda adı metil olacaqdır. Burada buna 2 yazaq. Burada 2 dənə karbon var. Bunun adı olacaq etil. Deməli, metillər neçə düşüb? 2-yə, 5-ə. 2 dənə eyni olduğuna görə dimetil deyirik. Dimetil. Niyə buna etil dedik? Çünki 2 dənə karbon var. Radikalda 2 karbon var və 4-ə düşüb. 4 etil və zəncirdə neçə karbon var? 7 dənə. 7-yə isə deyirik heptan. Heptan. Başqa birində